Ay Əli müəllim, ən azından mən toyda oxuyanda gəlib mən başıma qapaz vurmayıblar. Yadınızda o vaxtı Noyabrsk şəhərində toyda canlı oxuya bilmədiyiniz üçün başınıza qapaz vurub döymüşdülər sizi. Həmin o videolarda Aysel xanımın direktinə göndərmişdilər. Aysel xanım da bir dəyərli xanım müğənnimizin xahişi ilə həmin o videoları paylaşmadı. Videolar Aysel xanımın direktində var. İstəsəz maraqlana bilərsiniz. Bir də dərinliyinə keçsəz deyim də Talış toyudur. Bir də muhk eləsəz, ikinci dəfə hansı toyda döyüldüyünüz haqqında videolar verəcəm. Siz həmin o insansınız ki, o vaxtda Afət Fərman qızı sizin altınıza maşından tutmuş aldı qoydu. Bütün borclarınızı ödədi. Siz nə elədiniz? Siz ona böyük tərbiyəsizlik, hörmətsizlik elədiniz. Sizin elədiyiniz tərbiyəsizlikləri bütün Moskva şəhəri bilir. Nəinki oradakiləri, bizimkilər də çox gözəl bilir. Xanım özü heç nə deməsə də biz hər şeyi çox gözəl bilirik. O vaxtda sizə kalendarla toylar verirdi ya Afət xanım. Özünüzü böyük sənətkar hesab eləyirdiniz. İndi niyə yoxsuz? İndi bir-iki dənə toyda olarsınız, ya olmarsınız. Yoxsuz olmayacaqsınız da. Bilirsiniz niyə? Çünki siz sizə çörək verən insana qarşı böyük tərbiyəsizlik eləyən adamsınız. Vallahi mən sizi Afət xanımın səhifəsində görüb tanımışdım. O vaxt Afət xanım sizinlə bərabər videolar paylaşırdı. Orada görmüşdüm. Sonra birdən-birə yoxa çıxdınız. Əlini üstünüzdən çəkdi. Yoxsuz. Özünüzü bəstəkar adlandırırsınız. Vallahi sizin kimi bəstəkar olmağa nə var ki? Onun bunun mahnılarını uğurlayıb özünüzü bəstəkar adlandırmaq böyük bir sənət deyə sənət. Baloğlan müəllimin mahnısını uğurlayıb öz adınıza çıxartdınız. Daha sonra bir tacik mahnısı Anor Anor, Eynazlı baxan adı ilə təzə mahnı kimi qələmə verdiniz. Maraqlanmışam sizin haqqınızda. O vaxtı fars oxuyanlarının mahnılarını uğurlayıb, orasını burasını düzəldib, öz adınıza çıxartdınız, öz mahnılarınız kimi qələmə verdiniz. Vallahi uğurluq da böyük bir sənətdir. Onu da bacarmaq lazımdır. Sağ əliniz mənim başıma. Bir oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əgər siz bəstəkarsınızsa, mən də Harvard məzunuyam. Mən buradan dostumuz Zara səslənirəm. Zar, əgər mümkünsə, bu beyəfəndini də dəvət elə, məni də dəvət elə, gələk bir canlı oxuyaq. Görək kim nə bacarır. Müğənni diksiya ilə oxumalıdır. Sizdə heç o diksiya da yoxdur. Birinci gedin, o diksiyanızı düzəldin. Gəlib burada gəmiyə minib gəmçilik eləməklə deyil. Gör nə qədər qabağa getmisiniz ki, gəlmisiniz burada gəmiyə minmisiniz, gəmçilik eləyirsiniz. Qınamıram sizi, çünki bizim xalq qonaqsevər xalqdır. Amma demirik ki, gəl çıx başımızda otur. Valla əgər söhbət sənətdən, oxumaqdan gedirsə, mən oxuyanda siz yəqin ki, aşırtmalı şalvar geyinirdiniz. Belə ciddi oxuyanıydınızsa, gedib nənənizlə duet yazdırıb oxuyardınız da, öz vətəninizdə tanınardınız. Niyə gəlib mənim vətənimdə tanınmağa çalışırsınız? Niyə gedib Afət xanımın ətrafında fırlanırdınız tanınmaqdan ötürü? Yadınızda saxlayın, siz mənim vətənimdə mənə söz deyəcək ən axırıncı adamsınız. Bunu ağlınızın bir kənarına yazın. Qədər.